Deyirəm gecə vaxtıdır, bax duman əleyhinə işığı. Bax bir dənə bu avtomobil yandırıbdı, duman əleyhinə işığı görürsünüz, bax. Bax gəl indi bu digərlərinə bax, gör bir dənəsi duman əleyhinə işıqlar yandırıb, yox. Bax, duman əleyhinə işığı yandırıb arxada. Bax bu duman əleyhinə işığı yandırıb arxada, hansı ki dumandır hava. Bax bu belə. Bax bu duman əleyhinə işığı yandırıb. Bir hamısını göstereceğim size, bak. Görün kim yandırıb. Duman əleyhinə işıq yanmır. Duman əleyhinə işıq yanmır. Bak, sayın, maşınları sayın. Görün kim yandırıb, bakalım da. Duman əleyhinə işığı yandırmayıbdır. Duman əleyhinə işığı yandırmayıbdır. Duman əleyhinə işığı yandırmayıbdır. Duman, bax bir dənəsi də olsun, bax avtomobillərin bir dənəsi də olsun, duman əleyhinə işığı yandırmayıbdır. Bu da duman əleyhinə işığı əvəzində qəza işıqlarını yandırıb. Bu heç nəyi sığortalamır. Arxadan, qabaqdan gələn səni görmür ki. Ancaq arxadan gələn görməlidir. Bax, bu avtomobilə bax, duman əleyhinə işıqları yandırıb. Bax, görürsün, bax, bu yandırıbdır. Bax, bir. Cəmi bir, bax, bu iki. Bax, bu avtomobildə duman əleyhinə işıqları yandırıbdır. Bax, bu. Bax, bu yandırmayıbdır. Bu yandırıbdır. Bu yandırmayıb, bu yandırmayıbdır. Bu yandırmayıb. Cəmi 5-6 nəfər, 20-30 dənə avtomobil arasında cəmi 5-6 nəfər duman əleyhinə işıqlar yandırıb. Çünki heç kim bilmir ki, duman əleyhinə işıqlar hardadır. Bunun üçün də bir video çəkərik ki, hər hansı bir avtomobildə, yəni əksəriyyətində var. Yəni çox Amerikankalarda çox yoxdur, amma çoxsunda var. Amma bunda da yoxdur. Bunda da yoxdur. Cəmi 4-ündə 5-ində. Başqa heç kimdə yandırmır. Olan da heç bilmir ki, duman əleyhinə işıqlar olanlar da bilmirlər ki, o necə yandırmaq lazım. Amma ki, şəhərdə avtomobili yuduzdurandan sonra, hə, duman ışıqlarını vurur, sürürək, qoy, hamı desən, bunu bomba oğlandı. Əksər avtomobillərdə yoxdur duman əleyhinə işıqlar. Əksəriyyətində yoxdur, bəli. Bax, belə əməsinə heç kimdə yoxdur. Heç kimdə yoxdur. Hamama sürət həddini aşağı salıbdır. 110-luq yolda sürət həddini hamı aşağı salır, amma bilmir ki, duman əleyhinə işıq yandırmaq lazım ki, arxadan gələn görsün ki, qabaqda avtomobil.